Jasmin gül salonundan buketlərin qiymətini soruşa bilərsiniz. Gül almaq istəyirəm. Hardadır ki? Bilmirəm, gedək axtaraq. Məktəb və ofisdə var bu material. Bu reis, o deyil. Yuxarıda. Ah, Jasmin gül salonu. Gel. Ne oldu? Bağlıdır. Bu qardaş gəldi, amma bağlıdır. Amma burada meyvə tərəfə satan yerdə. Bu qardaş. Qardaş nədənsə? Çatma. Nə var? Hər şey qaydasındadır. İnşallah, yaxşı olar. İş gedir. Şükür, Salamat salamat. işləsə bu yüzden cəmaət düşməsin də. Hər şey yaxşıdır da. Bax, demişlər gələ bura bax. Gəldi bağlıdır. Bu da başı. Hə, bax, adam var demiş. Salam aleyküm. Bu video çəkmək istəyirik. Olar girək çəkək buranı. Deyiblər ki, gül salonuna bir baxın. Yəqin sizin azarkeşlərinizdir. Güllərin qiymətini soruşmaq istəyirlər. Hansısa bir buketin. Buket yoxdur, ancaq güllərdir. Təbii güllər. Neçədir qiymətlər? Məsələn, ən minimalı 25 manat. Allah, yox. Onu biz bayağı bastı var yanınızda. Bax biz kostyumlar satırıq. 189 manatadır Türk istehsalı. Yox, indi soruşarsınız, əgər icazə verməsə mən o videonu qoymaram. Biz kömək məqsədinə, yəni məsələn, yanınızda burada meyvə tərəvəz var. Onlar istəmişdi, gəl bunları çəkmişik. Özdə market var, üzbəyiz köşk var. Zəhmət olmasa deyərsiniz. Mən hələ ki böyle deyəm, video çəkiləcək, amma paylaşılmayacaq. İstəməsəniz paylaşmadım, olar mı? Mən böyle deyəm, yaxındayam. Təşəkkür edirəm sizə. Qardaşım, az qalmışlar mənə döyülsünlər, amma yaxşı qurtardım canımı. Çünki dilim şirindir. Hamıyla dil tapıram mən. Qiymət 25 manatdan başlayır burada. Özü təbii güllərdir. İstəsən gəlib alarsan. Sərxan, yaxşı ki sən içəri girmədən döyəcəkdilər bizi. Qardaşım, bu nəsə görüşərik sonra Allah qoysa. Peki kostyumu göstereyim. Kostyumu göstər bax. Türk istehsalı kostyumdur. Parçası İtalyan parçadır. Türkiyədə fabrikdə tikilir. Onun üçün də qiyməti 189 manatdır. Beləsi Bakıda 350-300 manatdır. Amma bizdə tək qiymət 189 manat. Mənə bax nətərəm? Yaxşıyam. Gəl bura. Və ən əsası, bura bayağı basıdır. Yolunuzu gözləyirik. Mənim işimin adı bax buranı qaldırmaq. Gəl mal ver eləyin, iş getsin. Allah şu zavan desin. Bizim işimiz zavan desin.